Salam, hər vaxtınız xeyirli olsun, dəyərli YouTube kanal izləyicilərimiz. Masazır qəsəbəsində tam prospekt yolun 60-70 metr məsafəsində qəşəng bir 3 otaqlı şəxsi tikili həyət evimiz satışdadır. 2.7 sotda inşa edilib, yerdən kürsülü, qoşadaş, möhkəm tikilidir. Hazırda da yaşayış var, bütün kommunalları qaydasında. Demək, dəyərli izləyicilərimiz, həqiqətən də çox əlverişli bir yerdir. Əsas yola çox yaxındır. Tam məhəllə, belə deyək də, sakit, yaşayışlı bir məhəllədir. Gülü, çiçəyi, ağacları, qəşəng burada da yeri var. Toyuq saxlamaq üçün, yəni evin arxasında da qəşəng geniş bir məsafə var. 4 dövrəmədə qoşadaşla inşa edilib və gözəl də tikilidir. Həyətinə də bir neçə avtomobil daxil olur. Keçək evə, evimizdəki yerdən kürsülü və evin girişində də qəşəng belə bir sardağı var. Bu da bir üstünlük verir. Yenə də yay mətbəxi kimi də burada istifadə olunur. 3 otaqdan ibarətdir. Gözəl də proyektdir. Qəşəng. Qoşadaş. Daxil olduq evə. Evimizin özəlliyi odur ki, bütün otaqlar, dəyərli izləyicilərimiz, dəhlizə açılır. Yəni iç-içə deyil. Sanitar qovşağı. İlk mərhələdə qaldı solda mətbəx. Tam dolu. Getdik qarşıya. Solda qəşəng bir qonaq otağı. Əla qiymətədir, dəyərli izləyicilərimiz. Sadəcə olaraq sənədlər hələ ki bələdiyyə sənədidir. Yəni alqı-satqıda ardına düşüb qəşəng, yəni sənədləri də almaq olar. Hal-hazırda isə belə deyək də bələdiyyə sənədi iləndir. Su da işıqlı, qazlı, bütün sayğaclar keçir yeni sahibinin adına. Belə də yataq otağı burada. Qiymət 77.500 manatdır, dəyərli izləyicilərimiz. Ola bilsin ki, reallıqda həqiqətən də yəni cüzi indirim olar, amma ki bu çox indirimli bir qiymətdir. Yerinə görə qiymət də çox əlverişlidir. Baxın, dəyərləndirin. Ümid edirik ki, zövqünüzə uyğun olacaq. Çünki bazar qiymətindən qat-qat aşağı təklif olunur. 2.7 sotda əsas yolun 60 metrliyində şəxsi tikili, qoşadaşlı beton manat. Hamısı da qaydasında. Dəyərli izləyicilərimiz, bir daha təkrar edirəm, sənəd bələdiyyə sənədidir. Yəni, amma sənəd almaq mümkündür. Sadəcə olaraq biraz vaxt, zaman sərf olunmalıdır. Onun da ki, yəni sahibi zaten baxıb bu qiyməti endirim edib. Suallarınızı ünvanlaya bilərsiniz. Sağ olun, sağlıqla qalın.